Şirvan Milli Parkı ilə bağlı doğru cümləni müəyyən edin. Bəndlərimizə nəzər salaq ilk öncə. Dəmir bitkisi və marallar qorunur. Ümumiyyətlə ilk növbədə onu deyək ki, Şirvan Milli Parkı Kür-Araz ovalığında Xəzər sahilinə yaxın bir ərazidə yerləşir ki, bu ərazidə əsasən ceyran, cüyür və eyni zamanda yarımsəhra landşaftı qorunur. Bəndlərimizə nəzər salsaq, ilk bəndimizdə dəmir bitkisi və marallar qorunur qeyd olunub. Dəmir ağacı Azərbaycanda əsasən Lənkəran, Astara rayonları arasında yerləşən Hikə Milli Parkında qorunur. Marallar isə əsasən ölkəmizdə Göygöl Milli Parkında qorunduğu üçün bu bənd yanlış bənd olacaq. İranla sərhəddə yerləşir. Xeyr, heç bir dövlətlə sərhəddə yerləşmir. Şirvan Milli Parkı Respublikamızın şimal hissəsində yerləşir. Xeyr, şimal deyil. Bayaq da dedim ki, Kür-Araz ovalığında yerləşir. Cənub-Şərqi Şirvanımızda bəli, Şirvan Milli Parkı əsasən Cənub-Şərqi Şirvan arasında çayların Neftçala rayonları arasında yerləşir və bu bənd bizim doğru bəndimiz olacaq. Digər bəndimizə nəzər salaqsa, digər bəndimiz Azərbaycanın ən böyük milli parkı deyil. Azərbaycanın ən böyük milli parkı isə Şaxdağ Milli Parkıdır. Bu bənd də yanlış bənddir. Demək doğru bəndimiz Cənub-Şərqi Şirvan düzündə yerləşir.